Bəli, indi isə digər bir araşdırmamız da var. Belə ki, Türkiyə və İsrail arasında uzun illərdir davam edən gərginlik indi də Suriya üzərindən aparılır. Artıq tərəflər regionda ilk toqquşmalarını belə yaşayıb. Türkiyə və İsrail qırıcıları Suriya səmasında üz-üzə gəlib. Sözcü qəzetinin verdiyi məlumata görə mayın 2-də İsrail Suriyaya qarşı geniş miqyaslı hava zərbələri endirib. Vurulan hədəflər arasında Türkiyənin dəstəklədiyi Sultan Murad və Süleyman Şah qruplaşmalarının bazaları da olub. Bundan sonra Türkiyəyə məxsus F-16 qırıcıları Suriya hava məkanına daxil olaraq İsrail hərbi təyyarələrini elektron hərb sistemləri vasitəsilə xəbərdar edici siqnallar ötürüblər. Hər iki tərəf insidentsiz geri çəkilib. Məlumdur ki, ötən əsrdən İsrail Suriya üzərində müharibə edir, bölgədə güclənmək istəyir. İndi əlinə fürsət keçib, amma Türkiyə planlarına mane olur. Maraqlıdır, Təl-Əviv rəhbərliyinin əsas məqsədi nədir? Hadisələr niyə məhz Suriyada cərəyan edir? Təl-Əviv və Ankara region uğrunda hansı addımlar atacaq? Yaxın Şərqdə bundan sonra nələr ola bilər? İzləyək. Əslində bu tərs hadisələrin baş verəcəyi ilə bağlı hələ ötən ay Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan xəbərdarlıq etmişdi. Fidan əlaqələrin mümkün qədər tez bərpa olunmasını, əks təqdirdə qırıcılar daxil bir çox çaxnaşmanın reallaşacağını demişdi və elə də oldu. Həmin dövrdə Tel-Əvivlə Ankara arasında münasibətlərin qısa zamanda düzələcəyi iddia olunsa da, Trumpın regionla bağlı dəyişən siyasəti kartların yenidən paylanması ilə nəticələndi. Belə ki, dünənə qədər Amerika Birləşmiş Ştatları Rusiya əlaqələri Şərqi Avropadakı gərginlik səbəbindən heç də yaxşı deyildi. Vaşinqtonun Avropa İttifaqı və Moskva ilə münasibətləri düzəltmək üçün Ankaraya ehtiyacı var idi. Qoca qitənin nümayəndələri ilə əlaqələr istənilən səviyyədə olmasa da, Ağ Ev artıq Kremllə münasibətləri istədiyi formada düzəldib. Yəni, dolayısıyla Birləşmiş Ştatların artıq Türkiyəyə çox da ehtiyacı yoxdur. Odur ki, Amerika Birləşmiş Ştatları İsrailin əli ilə bir növ Dəməşq-Ankara müttəfiqliyinin yeni hərbi gücünü test etməyə çalışır. Türkiye, Suriye'nin askeri gücünü ve savunma sistemlerini kurarken ve yeniden inşa sürecinde Suriye'yi tekrar ayağa kaldırmaya çalışırken bir taraftan da istikrarlı ve güvenliği sağlanmış bir Suriye inşa ederek kendi güvenliğini de bir şekilde garanti altına almak istemektedir. Ancak Türkiye'nin Suriye hamleleri başta İsrail, İran, Rusya ve diğer bu coğrafyada planları olan ülkeleri rahatsız etmektedir. Bu nedenledir ki İsrail, Türkiye'nin neler yapabileceğini, Türkiye'nin nereye kadar direnebileceğini test etme amacıyla Suriye'ye saldırılarını aralıklarla devam ettirmektedir ve Türkiye karşı hamlelerle İsrail'i perdelemeye ve engellemeye çalışmaktadır. Bundan başqa İsrail ötən əsrdən bəri Suriya üzərində müxtəlif hərbi əməliyyat keçirir və Əsəd rejiminin devrilməsi ilə bölgədə tarix bir növ yenidən təkrarlanır. Amma bu səfər də Tel-Əviv planlarına Ankara mane olur və tərəflər arasında qarşılıqlı münasibətlərin qurulmasını istəyir. Netanyahu hökuməti isə danışıqları rədd edir. Çünki Suriya və regiondakı bir çox ərəb dövləti İsraili hələ də rəsmi olaraq tanımır. Odur ki, bölgədə sabitliyin bərpası üçün Suriya İsraili dövlət olaraq tanımalıdır. Bəlkə bundan sonra Tel-Əviv hədəfini dəyişərək regionda sabitliyin yaranmasına icazə verə bilər. İsrailin açıq da deməsə tələbi nədən ibarətdir? İsrailin tələbi ondan ibarətdir ki, Suriyanın yeni hökuməti, bu Əhməd Əl-Şəraya açıq şəkildə İsraili ərazilərini tanısın, İsraili dövlət kimi tanısın. Çünki əsas məqsəd nə idi? Suriya İsraili dövlət kimi tanımırdı. Suriya anti-İsrail koalisiyasının üzvü idi. Burada əsas məsələ düşür Suriyanın üzərindən. Suriya nə qədər dərəcədə suveren bir dövlətdir. Suriya öz müqəddəratını necə görür və Suriya İsraillə danışıqlara getmək istəyirmi? Məsələn, bu duruzlarla bağlı bəhanələr çoxdur burada məsələlərdə. Amma əsas səbəb Suriyanın İsrail dövləti kimi tanınmasıdır və İsrailin suverenliyini tanımasıdır və bundan sonra İsraillə əməkdaşlığını necə qurmaq istəməsidir. Suriyanın İsraili rəsmi olaraq tanınması isə radikal Əl-Şara hakimiyyəti dövründə real görünmür. Türkiyə isə Suriyanın ərazi bütövlüyünün pozulmasına imkan verməyəcəyini diktə edir. Yəni, hazırki geosiyasi konfigurasiya yaxın şərqdə xaosun davam edəcəyini göstərir. Bu isə Amerika Birləşmiş Ştatları üçün məqbul statu quodur.